Gəncə Dövlət Universitetinin Fizika və Texniki Fənlər Fakültəsinin Ümumi Texniki Fənlər və Texnologiya kafedrasında robot texnika və STEM innovativ texnologiyaların inkişafında fənlər arası yanaşma mövzusunda elmi seminar keçirildi. Ümumi Texniki Fənlər və Texnologiya kafedrasının müdiri Dosent Elçin Cavadov çıxış edərək Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifova universitetdə yaradılan elmi mühitə görə seminar iştirakçıları adından təşəkkürünü bildirdi. Elçin Cavadov çıxış edərək təqdim olunan mövzunun aktuallığından, eləcə də STEM təhsilinin əhəmiyyətindən danışdı və qeyd etdi ki, Gəncə Dövlət Universitetində STEM laboratoriyası da fəaliyyət göstərir. Bu laboratoriya müasir avadanlıqlarla təchiz olunmuşdur. Və bu STEM təhsilində həm texnologiya müəllimliyi ixtisasında tədris olunur, eləcə də texnologiyanın tədrisi magistr ixtisasından, eləcə də ibtidai siniflərdə, orta məktəbdə ibtidai siniflərdə də keçilməyə başlayıb deyil. Bizim universitetin ibtidai sinif müəllimliyi ixtisasında da bu seçmə fən kimi salınıb, əmrləşir və yaxın növbəti ildən robot texnika bu baxımdan ideal bir vasitə olaraq çıxış edir. O, riyaziyyat və fizika kimi dəqiq elmlərlə yanaşı, texnologiya və dizayn sahələrini də bir araya gətirərək tələbələrdə real problemlərin həllində kompleks düşünmə imkanı yaradır. STEM elm, riyaziyyat, incəsənət, texnologiya, eləcə də mühəndislik sözlərinin ingilis dilində baş hərflərinin Ümumi Texniki Fənlər və Texnologiya kafedrasının baş müəllimi Elçin Məmmədov öz çıxışında təqdim olunan mövzu ətrafında geniş məlumat verdi. Təhsil robotlarla tanış olaq, təhsil üstündə də tutulmuş robotlar şagirdlərin öyrənməsini daha interaktiv edir. Bu robotlar tələbələrdə nəzər verilən praktik işlərdə tətbiq etmə imkanıdır. Dərs prosesinin əyləncəli məlumat cəlb edici. Seminarın məqsədi STEM, elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat təhsil modeli çərçivəsində robot texnika sahəsinin imkanlarını araşdırmaq, müxtəlif fənlərin inteqrasiyasının innovativ yanaşmalar yaratmadakı rolunu müzakirə etmək olmuşdur. İştirakçılarda ağıllı ev sistemləri, ekoloji sensorlarla təchiz olunmuş robotlar, eləcə də süni intellektlə idarə olunan qurğular haqqında verilən məlumatlar xüsusilə maraq doğurdu. İştirakçılar fənlərarası əməkdaşlığın, problem əsaslı təhsilin və komanda işinin innovasiya yaratmaqda nə qədər önəmli olduğunu bir daha vurğuladılar. Bu kimi seminarlar təhsil sistemində keyfiyyətin artırılması və gənc nəslin rəqəmsal dünyaya inteqrasiyası baxımından mühüm addımlardır. Seminarda kafedranın professor müəllim heyəti, tələbələr, eləcə də digər kafedraların əməkdaşları da iştirak etmişdir. Seminar zamanı iştirakçılar robot texnika layihələrinin hazırlanması, proqramlaşdırma bacarıqlarının inkişaf etdirilməsi və yaradıcı düşüncənin təhsildə tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparmışlar. Tədrisində biz əvvəllər fənlərarası əlaqədən istifadə edirik, sonra bina təhsildir, yəni bir dərsin təşkilində digər fənnin müəllimin və iştirakı. İndi isə bu çox maraqlı bir mövzudur ki, Elçin mən də qeyd edərsiniz və hər ikiniz həmin burada riyaziyyatın, həm fizikanın, həm təsvir incəsənətin və digər fənlərin texnologiya fənnin tədrisində o fənlərarası yanaşmaq doğrudan da çox aktualdır. Mən inanıram ki, burada tələbələrimiz nəvələşir, bu tələbələr üçün çox yararlı bir, çox dəyərli bir mövzuydu, onlar məlumatlar aldılar və sizə uğurlar. Təşəkkür edirik. Seminar mövzumuz aktual idi, maraqlı idi. Minnətdarlığımızı bildiririk sizə.